Ən çox məktəblərdə uşaqların çoxluğu, bir sinifdə 30-40-a yaxın uşaqların olmağı, yəni siniflərin azlığı, məktəblərdə bir sinifdə bir şagirdə çatan vaxtın az olmağı, yəni istənilən halda məcbur qalır ki, valideyn evdə ya özü repetitor tutsun, artıq birinci sinifdən repetitor tutmağa məcbur qalsın və yaxud da ki, valideyn özü bütün işlərini atıb, öz uşağın tədrisi ilə evdə müəllim fəaliyyəti etməklə davam eləməlidir ki, məktəbdə bir uşağa düşən saat uyğun gəlmir. Bundan başqa növbələrlə bağlı məsələlərdir ki, məktəblərdə ikinci növbə, birinci növbə məsələləri, ikinci növbələr bəzən bütün insanların belə deyək, fəaliyyət planını pozur. Uşağın özünün də ikinci sinif şagirdi, düşün, 7-də evə gələcək. İkinci sinif şagirdi saat axşam 7-də, biraz da üzü qışa gedir, evə gələcək və bu halda uşaq hansı halda istirahət saati olacaq, hansı halda 7-də evə gələn uşaq dərsə hazırlaşacaq yorğun başla və növbəti gün səhər zaten hazırlaşma prosesi elə gəlir ki, səhər doğru uşaq yeməyini yeyir, müəyyən 1-2 saat vaxt qalır, geyimini, əynini hazırlayır, məktəbə yenidən yollanır. Bu prosesdə mən düşünürəm ki, bu məsələnin üstündə də bir düşünülməlidir. Həm sinifdə uşaqların çoxluğu, həm də uşaqların dərs növbələrinin düzgün qoyulmamağı müəyyən problemlərə gətirib çıxarır. Ən çox da 1-ci, 4-cü siniflər şagirdləri arasında. Çünki onlar yeni formalaşırlar. Onların tədrisdə, təhsildə dəstəyə ehtiyacı olan uşaqlar.